Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər və sertifikasiya hazırlaşan təsviri incəsənət müəllimləri. Bu sualın sizə izahını vermək istəyirəm. Hansı ki, dünən 23 fevralda bizə Artinin təqdim etdiyi 15 suallar içindən biridir. Və bu sual bəzi müəllimlərdə çaşqınlıq yaradıb ki, səbəb nədir burada? Yəni romantizm cərəyanının xüsusiyyətləri bizim kitabda yazılan kimi deyil, fərqli verilib və s. Buna izah vermək istəyirəm. Deməli, baxırıq biz səbəb nədir burada? Nəyə görə biz burada 1, 3 və 4-cü variantı seçməliyik. Yəni bu variantı. Deməli, bu sual romantizm cərəyanının xüsusiyyətləri deyir. Seçin. Qəhrəmanlıq və idealizm, fiqurların emosional və hərəkətli təsviri və azadlıq və üsyan ruhu bu romantizm cərəyanının xüsusiyyətləridir. Səbəb nədir buna? Ümumiyyətlə baxaq bir dənə biz kitabımıza. Kitabda nə deyirdi ümumiyyətlə? Yazır ki, bu klassizmə zidd olan yeni bir cərəyandır. Burada güclü etirazlar, insan xarakterinin təsviri, mənəvi yaradıcılıq dəyərlər, həyatdakı dəyərlərin təsdiqi xarakterikdir burada. Və burada fantastik, qəribə, yəni həyatda olmayan kitablarda mövcud olanları romantik adlandırıblar. Baxın, mənəvi yaradıcılıq həyatdakı dəyərlərin təsdiqi deyəndə nə başa düşürsünüz? Burada qəhrəmanlıq və idealizm dəyərlər, mənəvi dəyərlərdən söhbət gedir. İdealizmdən, qəhrəmanlıqdan. Eyni zamanda fiqurların emosional və hərəkətli təsviri, yəni insan xarakterinin təsviri önə çəkilir. Burada bir növ belə deyək də, kameral portret kimi. Orada əsas insanın xarakteri önə çəkilir. Onun baxın burada 6-da yazıb ki, emosiyadan çox obyektivlik üstünlük təşkil edir. Xeyr, bu onun tamamilə tərsidir. Burada emosional önə çəkilir, insanın hissləri önə çəkilir. Ümumiyyətlə romantizm cərəyanının nümayəndəsi kim idi? Fransisk Goya idi, hansı ki, onun əsərlərində İspaniya əbədiləşdirmişdi öz əsərlərində üsyanı. Orada Madrid üsyanı var idi. Onun əsərlərinə baxsınız. Ümumiyyətlə bu rəssam Fransa inqilabından sonra kəskin dəyişmişdi onun üslubunun xarakteri əsərlərinin. Deməli, burada normal olaraq biz tam başa düşürük ki, burada romantizm cərəyanından əsas nədən gedir söhbət? Yəni əzbərləmirik. Sadəcə başa düşürük ki, romantizm cərəyanı nədir? Burada qəhrəmanlıq və idealizm önə çəkilir, fiqurların emosional və hərəkətli təsviri önə çəkilir, yəni insanın hissləri önə çəkilir və azadlıq və isyan ruhudur ki, bunu da əbədiləşdirmişdi Goya öz tablolarında. Niyə görə 2 götürmürük, 5-i götürmürük? Səbəb nədir 2 ilə 5-i? Və eyni zamanda 2, deməli, sonra burada 5 var, 6 var. Bunları niyə götürmürük? Deməli, gündəlik məişət və əmək səhnələri deyəndə burada nədən söhbət gedir? Realizmdən söhbət gedir ki, bunu da romantizmə aid etmək olmur. Çünki romantizm nə idi? Həyatda deyil,